Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Samitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub. Dövlətimizin başçısı oktyabrın 13-də samitin keçirildiyi Şarm Əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi dövlətimizin başçısını qarşıladı. Sonra birgə foto çəkdirildi. Daha sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump dövlətimizin başçısını salamladı. Azərbaycan və Amerika Birləşmiş Ştatları prezidentləri birgə foto çəkdirdilər. Sonra Yaxın Şərq Sülh Samitinin iştirakçıları birgə foto çəkdirdilər. Samitdə prezident Donald Trump Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: "Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs sizin həmkarınız hardadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər. Biz isə 1 saata bu məsələni həll elədik, elədirmi? İndi onlar yola gedirlər. Bu yaxşıdır. Düşünürəm ki, bu əladır." Sonra sülh sazişinin imzalanması mərasimi oldu. İmzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirdi. "Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 32 il vuruşdular. Ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. 1 saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdular və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu həqiqətən inanılmazdır. Çox sağ olun."